Qaynar xəttimizə it hücumuna məruz qalma, onların sürü halında həyətlərdə gəzməsi və s. bu kimi zənglər son zamanlar çoxalıb. Bəs sahibsiz heyvanlar küçələrdən necə yığışdırılmalıdır? Əməkdaşlarımız mövzu barədə hərtərəfli mövqe ala biliblər. Nəticəni süjetdən çıxarın. Bugün Moskva prospekti Ev 56 binasının sakini Cəlalət Tanrıverdiyeva itlərin hücumuna məruz qalıb. İt 23 yaşlı qızın arxasınca qaçsa da xoşbəxtlikdən bədbəxt hadisə qeydə alınmayıb. Elə bir ki, biz bayıra çıxa bilmirik də, meşədə yaşayırıq da. Ancaq şikayətimiz bunlardandır ki, gəlib baxsınlar, quduz itlərdir. Səhər tezdən çıxırıq, işə getmək istəyirəm. Axşam evə gəlmək istəyirəm, itlər qarşılayır. Çıxıram bloka 5-ci mərtəbədən düşürlər aşağı. Bu hadisə xoşbəxt sonluqla yekunlaşsa da növbəti dəfə vəziyyət tamam başqa cür ola bilər. Yəni bugün Bakının sahibsiz itlər problemi var və sakinlərin onun həlli metodları ilə bağlı fikirləri fərqlənir. Bu sahibsiz itlər deyəndə bunlar da heyvanlar da canlıdırlar və bizim cəmiyyətin üzvüdürlər. Onları əsla vurmaq, öldürmək əsla olmaz yəni. Şəhərdən həddən artırmaya imkan lazım deyil. Çünki həddən artıq imkan olsa, müəyyən bir fəsad əmələ gələr. Cavan qızlar, qadınlar xüsusilə qorxa bilərlər. Onlar hücum eləməsə də, müəyyən bir həyəcan keçə bilərlər. İllərdir ki, sahibsiz heyvanların müdafiəsini təşkil edən Alyans Canlı Aləmin Mühafizəsi Cəmiyyətinin sədri Mənsurə Rəsulzadə problemin dünya təcrübəsinə uyğun həllini labüd görür. Problemin aradan qaldırılması üçün kompleks üsullar həyata keçirilir. Kompleks üsul nə deməkdir? Yəni, ictimaiyyət maarifləndirilir, Dövlət Baytarlıq Xidməti özünü səfərbər edir, digər qanun layihələri buna uyğun uzlaşdırılaraq qəbul edilir. Sahibsiz heyvanlarla mübarizəni həyata keçirən idarənin şöbə rəisi Əhməd Məmmədov da heyvan hüquqları müdafiəçilərinin təklifləri ilə razıdır. Ov lavazımatını alandan sonra, yəni ki, bizə də tutmağa ehtiyac olmayacaq. Elə o dərmanlarla, yeməklə bir yerdə verəndən sonra o yəni yatızdırıcı lavazımatdır. O ilə ovlayandan sonra gətirib qəfəslərə təhvil verəcək. Onun sözlərinə görə dövlət bu istiqamətdə addımlar atır. Əsas odur ki, bu axtalanan heyvanlar tutulduğu yerə, yəni şəhərə deyil, vəhşi təbiətə buraxılsın. Beləliklə problemin həlli yolu aydındır. İndi qalır bu metodlara arxalanmaqla paytaxt küçələrindəki sahibsiz itlər problemini tezliklə həll etmək. Çünki Cəlalət Tanrıverdiyeva kimi minlərlə vətəndaşın sakitliyi və təhlükəsizliyi müvafiq dövlət qurumlarının çevik və effektiv fəaliyyətindən asılıdır.